Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Ben çok xoşbəxtəm ki, sizin kimin əziz, fərhixdə və fazil əzizlərin xidmətində oluram. Məsnəvinin türkü şərhini sizinlə başlayaq. Amma hər şeydən əvvəl lazım görürəm ki, bir-iki dənə məsələyə biz toxunaq, işarə eləyək. O da Xoyun zəlzələsi və orada olan hadisələrdir ki, özümüzü onlarla həmdərd görürük və bütün çalışmalarımız bu ola ki, o əzizlərimiz, o analarımız, bacılarımız, qardaşlarımız orada bu soyuq havada eləyə bilərlər, rahat sərpənah tapalar və bu çətin hadisəni rahatçılıqla eləyə bilərlər, keçidələr. Allah zarmasın. Bu günlərisi demək olar 12 Bəhmən olaraq 10 Rəcəbdir, ay 11 Rəcəb. Biz Məsnəvinin nağılını sizinlə başlayırıq. Bəli, 10 Rəcəb. O nağılı ki, biz sizinlə istəyirik başlayaq. Demək olar, birinci dəftərdə o bir cühud ya cüvüt bir şah vardı ki, Məsihləri öldürürdü, onun nağılıdır. Niyə biz o nağıldan başlayırıq? Buna görə ki, mən tövfiq tapmışdım, birinci nağılı və ikinci nağılı birinci dəftərdən şərh eləyəm və şərhi də YouTube-da vardı və orada siz o şərhlərə istəsəz baxa bilərsiniz. Ona görə bu nağıl demək olar üçüncü nağıldır birinci dəftərdən. Biz nədən istəyirik danışaq? Biz İrfan-ı millidən istəyirik danışaq. İrfan-ı türkü İslamidən istəyirik danışaq. Bir dənə bizim içimizdə tərsə düşüncə vardı ki, İrfan ibarətdir bundan ki, oturasan bir xəlvət yerdə, bir quşədə, şeir oxuyasan, bir-birimizə nağıl deyək, bəzən təxdiri şeylərlə də bu qaçışıq olsun, məngəldən, bafurdan, ayrı şeylərdən və fəzaya gedək və bunun adını qoyaq biz İrfan. Əlbəttə bu belə o düşüncəni çoxları çalışıblar bizim içimizdə yaysınlar və elə İrfandan belə bir götürüm ya bərdaşt olunsun, bu səmtə gedək. Amma həqiqətlə baxsaq görərik ki, İrfan-ı milli və İrfan-ı türkü İslami bir dənə İrfan-ı inqilabı olubdur həmişə. Yəni, böyük cəryanlarda, böyük hərəkətlərdə və nehzətlərdə bu İrfan meydana gəlibdir və neyniyibdir? O toplumun irəli sürməsində bunlar işlər görüblər. O Hurufiyənin hərəkəti ki, Təbrizin Çərəndabından başlayır, ondan baxsaq, ya Nəsiminin hərəkətlərindən baxsaq ki, Nəsimi deyəydi ki, ey bülbülü qudsi, nə giriftarı qəfəssən, sındır bu qəfəsi, tazə gülüstan tələb eylə. O ki, qəfəsi sındırasan, birinci öz qəfəsi sındırmalısan, sonra gəlib eşdəki olan o qəfəsləri sındırmalısan. Bu bizim İrfan-ı türkü İslamidə məni tapır. O əsasda o
cəreyani ki, ya o məktəbi ki, ya fitneyi ki, bu növ irfanın qabağında dayanır tarix boyu və bu irfanı çalışır bir növ ibtizala və inhirafa çəksin, biz onun adını şuubiyə qoyuruq. Pəs hər yerdə biz bu təbiri işlətsək, bizim düşüncələrimizdə ya bizim söhbətlərimizdə şuubiyə bir məktəbdir, bir cərəyandır, ya bir dənə nehzətdir, ya bir dənə məzhəbdir, hər nə mənə adını qoysaq, neçə yerdə bunlar ortaq amaclar qabağa aparırlar, ortaq hədəflər qabağa aparırlar. O da ibarətdir bundan ki, anti-ərəb və anti-türküdürlər. Ya, yəni həmzəman, در آن واحد bunlar həm ərəblə ziddiyyətdə vardı, həm türklə ziddiyyətdə vardı. Az nəzəri dil və qovmi baxımında. Din baxımında da bunlar İslamı özlərinə düşmən bilərlər. Amma İslamdan paltar giyərlər. Tanıyanmazsan. Deyərsən ki, bu elə əsil müsülmandır. Məştubat dedi ki, əsil müsülmandır bu. Tanıyanmazsan bunu. O əsasda bu həman təbirdir ki, birdən türk dünyasında buna paganizmi deyirlər. Buna oxşar bir zaddır. Ya qabaqçı cəryanlarda ənva və əqsam adlar tapıbdır. Bu əsasda biz əgər bu təbiri sizinlə ortalığa qoyuruq, biləsiniz ki, bu düşüncənin qabağında, yəni türkü İslami irfanın qabağında bir dənə hərif və rəqib və düşmən əyləşir, o da şuubiyə baxımı və şuubiyə axımıdır. Xoş. Bu ikinci nöqtə. Üçüncüsü, Məsnəvi ilə siz qətiyyən tanışsınız və bilirsiniz, bu kitab Qur'ana oxşar bir kitabdır. Yəni, başdan dibə bu kitabda nağıl gəlir, elə Qur'anda da nağıllar gəlir. Bu kitab demək olar türk dünyasının məhsuludur. Çünki Mövlana özü həm Bəlxin özbəh türklərindən olub, o coğrafiyada böyüyübdür və gedibdir Rumda və Səlcuqluların Quniyədə, orada onların himayəsinin altında qalıb və bu əzəmətlikdə əsəri Təbrizli Şəmsin təsiri ilə yaraldıbdır. Təbrizli Şəms o zaman ki yetişir Mövlanaya, bir dənə böyüklərin bunun risaləti və amacı bu idi ki, adamları odlasın, od vursun bunlara, mütəhəvvil və munqəlib eləsin. O əsasda Mövlana da bunların bir dənəsi idi ki, gedir və odluyur və bu bais olur ki, Mövlana bir dənə böyük bir aləmdə pədidəyə ya fenomenə çevrilir. Belə olur ki, Avropada, Amerikada və çoxlu yerlərdə evlər düzəlir, Xanə-i Mövlana adında. Çoxlu alimlər gedirlər, Mövlananın barəsində təhqiqlər eləyirlər, məqalələr və kitablar yazılır və bu şəxsiyyətin etkisini, təsirini biz dünyada hələ-hələdir görürük. O əsasda bu düşüncə Təbriz məktəbi ilə nə ilgisi vardı və Təbriz məktəbi oradan nə işlər görübdür, o da bizim o təhqiqlərimizin konusunda, mövzusunda yerləşir ki, biz o mütalaatımızda onu da nədir, qabağa aparıq. O əsasda bu kitab Qur'ana oxşar bir kitabdır. Niyə? Çünki nağıllarla birlikdə gedir qabağa. Düşmənləri də öcürdür. Necə o zaman elə Qur'ana da irad tuturdular, deydilər ki, bu Əsatirul Əvvəlindir, qədimkilərin nağıllarını deyir. Elə Məsnəviyə də özür tuturdular. Xərbəti nagah az xərxanəyi sər فرود آورد چون طعانه‌ای کاین سخن پست است. یعنی Məsnəvi qıssə peyğəmbər است و پیروی. Bu kitab nağıldır. Burada sən xas bir o mərahil irfanidən, o mədaric irfanidən Mövlana sən bir şey gətirməyibsən.
Mevlana deydi ki xutbə deydi xəsan tə'n zən ki şuma budid əfsanə nə mən. Siz görəcəksiniz ki, siz özünüz əfsanəyə çevriləcəksiniz tarixdə və bu kitab qalarcı olacaqdır tuli tarixdə. Və onun da o qabaqdan görəmlivi ya həman pişbinisi düz çıxır və görürük ki, Məsnəvi, Şəms divanı bunlar qalırlar və nəslər bu kitabla ilgilər qurur və o istədiyi qəzalarını ondan neynirlər? Götürürlər. Bu kitabın qalibi demək olar nağıldır. Çünki niyə? Mevlana deydi ki, nağıl ey برادر قصه چون پیمانه است معنی اندر آن بسان دانه است. Bu kitab nağıldır. Niyə? Nağıl bir dənə eyni tur kimindir. Necə bir toru salırıq bir sudan, balıq çəkirik eşiyə. Mevlana deyir ki, mən də bir tor səpirəm, buradan neynirəm? Məaninin danələrini yığıram. Mən ovçuyam, məharətçi ovçuyam, amma məna ovçusuyam. Bu nağıllar gəlir qalibinə, mən o mənanı neyniyəm? Ələ gətirəm. Ey برادر قصه چون پیمانه است معنی اندر آن بسان دانه است. Bu məni eyni orada bir dənə həb kimin, bir dənə danə kimindir ki, mənim risalətim bunu ovlamaqdır. Amma əlbəttə Mevlana'nın üçün dərin və ağır məlumatı var idi, geniş var idi. Bir dənə mövzudan danışanda zehnidə mənalar buna çox həmlə gətirirdilər. Bir dənə nağılı deyən kimin anən bir ayrı nağıl yadına düşürdü. Geçirdi o nağılı deməkdə. O nağılın içində bir ayrı nağıl yada düşürdü. O nağılın da içində geçirdi ayrı nağıllar deydi. Nəhayətdə bir dən muridlər ya məhfildə oturanlar buna nəhib vururdular ki, o birisi nağıl yaddan çıxır. Bir də qeydib gəlirdi o nağıla. O əsasda Məsnəvinin belə bir gizlin yolları vardı ki, o gizlin yolları götürdü orada işləyiblər və çıxaldıblar. Onları tapmaq və kəşf eləmək hər adlı insanın işi deyir. Yəni, necə bir adresi adam görsən ta 2 dəfə, 3 dəfə getməyincə tanımır, mənəvi yolların da çaşqınlığı və azğınlığı bu maddi və zəmini yollardan çoxlu ola bilər. Çoxlu adamı çaşdıra bilər. O əsasda bu nağıllara bir ayrı gözlə biz baxmalıyıq. Mən xanıma bu vədəni vermişdim ki, biz bu nağılı oxuyacaqdıq. Buyurmuşlar ki, onun o mətnini siz atasız WhatsApp-a ya quruha ki, biz oradan götürək. Gələnki cələsələrdə ya bir səhifə ya 2 səhifə ki, o nağıldan biz oxuyacağıq. O nağılın pirinti sizin əlinizdə ola ki, o beytiləri siz görəsiz da ki, biz hardan oxuyuruq. İndi əgər sizin quşinizdə Məsnəvinin application olsa, demək olar, onu eləyə bilərsiniz, açasınız. 3-cü nağıldır. Dəftəri əvvəldən, 1-ci dəftərdən 324-cü beytidən başlayır. 324-cü beytidən. Yox, application'ı vardı ki, application offline-ıdır da, internetsiz. Siz ora baxırsınız, orada beytiləri açır, elə vırsaz Məsnəvi gələr bazardan ya o birisiz yerlərdən siz yükləyə bilərsiniz da quşinizə. Xoş. Bizim de kurumuzda ava yoktu. Bir teyzemde xanəvada həssasdırlar. Əgər o pəyamları siz belə soruşanın oxan. Bəli, bəli. Onlar buralar bax, düzəş deyildi. Çox ali. Ədələmə ona görə eləyə bilmirəm. Çox yaxşı. Xoş. İradı yoxdur. Xoş, mən icazə versəz nağıldan bir külliyyəti sizə tərsim eləyim ki, bu nağıl istəyir nə desin. Sonra gələcək beytilərdən oxuyub
və türkcə o beytləri sizə şərh eləyib klasımızı nə edəcək? Qurtaracaq. Nağıl belə başlayır ki, bir dənə qədim bir cüvüt şah var idi. Cüvüt həman Yəhuddur da. Bilirsiniz, bu Yəhudilər dünyada çox güclü olublar. Həm servətdə, həm qüdrətdə və həm etiqadda. Bunlar usulən bu birisi dinlər ki, gəlibdilər Məsihiyyətdən və İslamdan, hələ-hələdir bunlar qəbul eləməzlər. Ona görə bu dinlərin içində fitnə salmaqda bir dənə böyük bunlar ustaddılar dərvaqa. Əlbət, Musa ilə, İsa ilə, Muhammədin cövhərəsi və qovhərəsi birdir. Bunlarda ixtilaf yoxdur. Bunlar bir-birlərini rədd eləməyiblər. Amma söz burada budur ki, bunların təqibçilərindən, sevdalanmışlarından, sevənlərindən, peyrovlarından gedir. Onlar ki, bu dinlərin ardısıca ya dalısıca dəmdəsgah düzəldiblər və o yoldan məksəb çıxaldıblar, söhbət onlardan gedir ki, onlar hazır olmayıblar ki, bu mənfəətləri neynəsinlər, əldən versinlər. O Dostoyevskinin bir dənə kitabı vardı ki, orada Məsih durur, gəlir papların yanına. Deyir ki, xub siz bir belə deyirdiniz ki, Məsih gələcəkdir, bu aləmi nəcat verəcək, mən gəlmişəm. Deyir, paplar durur Məsihin qabağında və etiraz edirlər. Deyir, sənin gəlməğə heç ehtiyac yoxudur. Sənin əvamiri, gələn biz gəlmişik burada, kilisalar düzətmişik, mücəlləl, çox əzəmətli və sənin əmrləri biz yerinə yetiririk, hökmlərin yerinə gedir. Sən olmağın burada heç zətdir, yəni zaid bir şeydir gəlməğin. O əsasda söhbət Yəhudiyyətdən və Məsihiyyətdən və İslamiyyətdən gedir. Söhbət İslamdan, Yəhuddan, Məsihdən, ya Muhamməddən, Musadan, İsadan getmir. Onların dalısıca düzələn bir dəmodəsgahı ki, məktəbdir, oradan söhbət gedir. O əsasda o şubiyyə söhbəti də ki, biz eləydik, onun əsl qaynaqları bu Yəhudilərdən başlanıbdır ki, onlar İslamda fitnə salmaq üçün, İslamı parçalamaq üçün ənva və əqsam oyunlara əl vırıblar. Ki, bu nağıl da bir cürə onlara neyniyir? İşarət edir. Demək olar ki, deyir, bir şah var idi, bu cuhudların şahı idi, Yəhudi idi. Bu, Məsihlərlə çox müxalif idi, qarşı-qarşıya idi. Əlbəttə, o zamanda, bilirsiniz də, Məsihiyyət Yəhudiyyətdən sonra gəlir. Yəni, İsa Musadan sonra gəlir. Zaman da zamanı Məsihiyyətdir. Amma bu şah cühüddür. Bu eşqini Musaya neyniyibdir? Saxlayıbdır. Ona görə çalışırdı ki, neynəsin? Bu mömin məsihlərin arasında bir dənə böyük təfrəqə və ixtilaf yaratsın. İstəmirdi ki, onlar birliyə sarı getsinlər. Bu padişahın bir dənə vəziri var idi ki, o fırıllaqçılıqda, hoqqabazlıqda, dəğəlbazlıqda bir dənə özünə görə ustad idi. Bu şah gəlir bu vəzirə deyir ki, mən istəyirəm bu məsihlərin hamısını qılıçdan geçirəm. Qüdrət məndədir. Mən istəyirəm bunların hamısını öldürəm. Sənin nəzərin nədir? Deyir ki, şah sağ olsun, sən bunları öldürməğin heç faydası yoxdur. Amma niyə? Bəlkə ki, sən istəsən bunları elə qılış çəkəsən, bunlar etiqadlarını gizlədəcəklər səndən. Və deyəcəklər, hamısı çönüb deyəcəklər, biz elə cühüdük, biz elə Yəhuduq. Və sən tanıyanmayacaqsan. Bunlar getdikcə öz işlərində nə olacaqlar? Özlərinə görə bir dənə gücü olacaqlar, sən bunları tanıyanmayacaqsan. Və bu işdə olub da, yəni indi bir para Yəhudilər vardılar ki, Anusi deyirlər, bunlar çönüblər, müsəlman olublar Türk dünyasında və İslam dünyasında. Böyük-böyük simətlərə, caygahlara əl tapıblar, bunları nə mənə tanımaq olmur. Axırda görsən ki, işini görübdür, bir tərəfi ağır uçurdubdur, orada bilirsən ki, bunun kökünə baxanda görsən ki, ceyib çıxıbdır, məsələn, Yəhudiyyətə ceyib çıxıbdır. O əsasda bu vəzir deyir ki, mən bir dənə
yaxşı bir tədbirim var, mənim bir düşüncəm var. İcazə versən, onu yerbəyer eləyək. Deyir ki, xub sən buyur da biz nə etməliyik? Deyirsən, əgər səlah görsən, mənim sən qulağımı, burnumu kəskinən bir yol, bir dənə dar ağacı qurcunan. Denən ki, bu vəziri mən xain bilmişəm, bu vəziri mən Məsihi bilmişəm, Nəsrani bilmişəm. Ona görə casus unvanında məni çəkdarın üstünə ki, məni edam eləyəsən. O edam eləyən zaman nə mənədir? Bir dənə sənin yaxınlarından gəlsin, məni şəfaət eləsin, məni qurtarsın. Qurtaran kimin da Məsihlər mənə sahib duracaqlar, çəkəcəklər öz işlərinə. Ona görə sən də məni sürgün eləcəksən, mənim o mükafatımı, mücazatımı bir dərəcə yendir, edamdan geç, denən səni mən bu şəhərdən sürgün eləyirəm, sən gedəsən. Məni ki, sən sürgün eləsən, Məsihlər mənə sahib duracaqlar. Mən orada bilirəm ki, nə işlər görəcəm onların içində. Bir yol, şah bunun bu fəndini, felini yaxşı bəyənir. O əsasda nə edir? Deyir ki, çox yaxşıdır. Mən də bunu qəbul edirəm. Ondan sonra gəlir, nəhayətdə bu işi görür. Bunun ağzını, burnunu kəsir, dar ağacını qurur və eyni bu dediyi kimin bunu nə edir? Sürgün eləyir, gedir. Sürgün eləyən kimin də baxırlar, görürlər ki, Məsihlər bu bunların adamıymış, bu İsa adamıymış və buna gəlirlər, sahib dururlar, çəkirlər öz yanlarına, deyirlər ki, sən bizə başlayacaqla yavaş-yavaş vəz elə, öyüd ver, danış, söhbət eləcəklə. Bu da İncili açır, nağıllar deyir, bunları vəz eləyir, təbliğ eləyir, irşad eləyir. Amma bunların içində bir sıraları var idilər ki, Məsihlərdən düşünürdülər ki, bəlkə olmaya bu bir dənə oyun ola bunların içində. Yəni, onların da içində o huşlu adamlar var idi ki, buna əl tapmışdılar. Amma o müridlərin qabağında ki, bu adamı naib Məsih bilirdilər. O həddiyə çatdırmışdılar. Onların qabağında bunların o etirazları bir yeri almırdı. Hər halda bu adam gedir, orada yaxşı özünə yer açır və İncili açır, şərh edir. Bir yol, bu adam gəlir, deyir ki, həman bu sürgün olan adam, deyir ki, mən sizi 12 dənə quruha ya qrupa, dəstəyə böləcəm. Öz ətrafında olan adamları 12 yerə bölür, hər qruhun başına bir dənə başçı təyin edir. Deyir ki, sizlər bundan söz eşidəsiniz və o birisi qruh bundan bir bunlara başlayır, o təlimatı verir. Sonralıqda gəlir, deyir ki, mən yavaş-yavaş bir belə sizin için illər keçib, vaxtlər qoyublar. Çünki bilirsiniz, bu misyonerlər də gəlirdilər İslam aləminə, büzürüdülər. Gördün, gəlirdilər 30 il, 40 il geydilər bir dənə kətdə, bunlar tebabət eləyirdilər, müftəsinə. Bəli, təqribən də bir şaxələ onlar. Geydilər, tebabət eləyirdilər bir kətdə. Cəmaat baxırdı, gördü, bir nəfər gəlibdir, tebabət eləyir. Yaxçıda tebabət eləyir, heç kəsdən də pul almır. Bir dəfə soruşurdular, sizin dininiz nə? Deyir, biz Məsihik də. O kənd, ətraf, hamısı çönürdülər, Məsih olurdular. Yəni, bunlar bu işləri görüblər tarix boyu və Mevlana da bunu burada əsassız gətirməyibdir. Bu adam deyir ki, mən bir ömür ki, bir belə sizin içinizdə olmuşam, indi mən sizə 12 dənə tumar ya ərizə hazırlamışam. 12 dənə ərizə. Siz bu 12 dənə ərizə ilə ya manifest ilə İncili gedib təfsir eləyəcəksiniz öz başınıza, gedəsiniz birdən İncili təfsir eləyəsiniz, o olmasın. Bu tumarlarda nə mənə yazmışdı bu adam? Bu adam gəlmişdi, məsələn bir dənə tumarda yazmışdı ki, riyazət Məsihiyyətdə əslidir.
qənaət, riyazət. Məsihiyyətin cövhərəsi, qovhərəsi nə mənadır? Riyazətdir. O birislər hamısı fərqdir. Bu bir dənə. Məsələn, Tumarın birində yazmışdı. İkincisində yazmışdı ki, riyazətin əslən faydası yoxdur. Məbada gedəsiz riyazətə sarı. İxlas. Fəqət gedəsiz, çalışasız, xalis olasınız. Bir dənə mümin xalis olsa, nə mənadır? Bu eləyə bilər, nəcat və fəlah yolunu tapsın. Üçüncü Tumarda məsələn yazmışdı ki, İxlas, riyazət, bunlar şirkdirlər. Məsihi mümin gərək bağışlayan ola, əl açıq ola. Nə varı, nə yoxu vardı, bunları nə etməlidir? Bu bağışlamalıdır. O bir dənə o birisi Tumarda yazmışdı ki, Məsihi mümin gərək nə etsin? Təvəkkül eləsin. Heç iş görməməlidir. Bu adam istəyə yaxçı Məsihi ola, gərək əlini tuta göyə, hər işi vaquzar eləyə Tanrıya və ondan yardım ala. Görürsünüz də o fəzilətləri necə bölür və gətirir. O birisində yazmışdı ki, o birisi ərizədə yazmışdı ki, təvəkkül özü bir dənə böyük günahdır və bohtandır. Bu insanın əl-ayağını bağlayır. Ola bilərmi insan əl-ayağı bağlı qalsın? İnsan gərək gedə təqdirini də alısıca, ixtiyarını da alısıca və bu işlər. Və ya Tumarların bir dənəsində götürüb yazmışdı ki, Məsihin tamam risaləti ibarətdir xidmət. Siz gərək çalışasınız, millətə xidmət eləyəsiniz. Əsl din də budur. Bu tənaquzlu fəzilətləri bir-biri ilə qarşı-qarşıya qoymaqda 12 dənə Tumar düzəldir. 12 dənə qurumların hər başçılarına verir və onlara deyir ki, bu Tumarlarda mən sizə hökmlər gətirmişəm. İsa dininin qəti hökmləri bunların içində gəlibdir. Bunlar nə edirlər? Bu Tumarları alırlar və gedirlər yavaş-yavaş öz ümmətlərinin içində təbliğə başlayırlar. Amma bu təbliğdə demək olar ki, bu sürgün olan adamda keçibdir bir dənə kilisada, orada özünə xəlvətliği qazanıbdır, riyazət eləyir, eşiyə çıxmır. Yavaş-yavaş eşdə ixtilaflar çıxır. Yəni, onlar ki, peyrovlar bir-birləri ilə üzbəyiz olurlar, yavaş-yavaş ixtilaflar çıxırlar. Gəlirlər bu adamın yanına, deyirlər ki, sən bizə demək olar, çıx eşdə, qəşəh bizi rahnumalıq elə, bizim muştağıq sənin sözləri eşidək, ölürük səndən ötürü. Bunlar deyirlər, bu adam çıxır eşiyə, deyir, yox, mən bir mərhələdəyəm ki, fəqət gərək buradan eyniyəm, xəlvət saxlayam və heç vaxt mən neyniyərəm, eşiyə çıxanmanam. Nə qədri bunlar israr eləyirlər, bunların heç biri faydası olmur. Ələn ərz eləyirəm də. Ələn ərz eləyirəm. Sonra gəlir deyir ki, millət, mən ömrümün son çağıdır. Tamam Məsihin bu təlimatını mən bu 12 dənə Tumarda, 12 dənə qurun içində gətirmişəm. Və siz istəyəsiniz ki, məndən söz eşidəsiniz, siz bu 12 nəfərdən söz eşidəcəksiniz. Və Tumarada da yazmışdı ki, bunların altında, bunlara yazmışdı ki, sizin dəsturlarınız, əhkamları ki, burada gəlibdir, Məsihin son sözləridir, qəti hökmləridir. Kimsə bunlarla qarşı-qarşıya dursa, müxalifətçilik eləsə, qılış çəkin, bunların aradan götürün və qırın tökün yerə bunlar. Yəni, burada hər Tumarın altında belə bir dənə bunlara dəsturu vermişdi. Allah izarmasın. O əsasda bu adam gəlir bir gecəsinə özünü orada, həmən Naib-i Məsih kilisədə özünü öldürür. Halda bu özünü öldürür ki, sonda onlar ki, ixtilaf eləyəcəklər, gələcəklər meydana, çalışacaqlar, bu nahansı düz deyir. Məcburdur bu danışaq onların içində. Bu özünü dərvaqa Musa yolunda, Yəhud yolunda,
şəhid eləyir ta həman vəzir özünü o məsihlərin içində şəhid eləyir və qalır 14 dənə, 12 dənə bunun o başçılar ki seçmişdi, hərəsinə tumar vermişdi və onların dalısında minlər adam ki hərəsi toplum olmuşdular, onlar qalırlar. Gəlirlər, baxırlar, görürlər ki, bəli də bu vəzir ya həman naibi Məsih ölübdür, bunu dəbdəbə ilə, kəbkəbə ilə aparırlar, qulurlar filan eləyirlər. Nəhayətdə yetişirlər o şəhərin o mərkəzi yerinə, ora yetişəndə tumarları açırlar, oxuyurlar, baxırlar, görürlər ki, hökmlər bu cür gəlibdir və ixtilaflı və bu nə təhər olacaq, nə cür bunu təfsir eləyəcək, aşağıda bu ixtilafları bunlar həll eləyəmirlər, başlayırlar bir-birlərinə qılış çəkməyə. Yəni o tərəfdən də şah eşidir. Baxır görür ki, Məsihiyyət aləmində 12 dənə firqə qatışıb bir-birlərinə, qan su əvəzinə axır bir-birlərini. Bunlar nə edirlər? Qırıb tökürlər yerə. Bu kolliyyəti bu nağılıdır ki, mən sizə dedim. Bu nağıldan çoxlu dərslər almaq olar ki, mən hələ indi almıram. İcazə versəz ki, nağılı Məsnəvinin özündən oxuyaq və oradan neyniyək, gedək qabağa, yavaş-yavaş görək Mövlananın öz danışığı Məsnəvidə bunu bizə nə cür aparır qabağa. داستان آن پادشاه جهود که نصرانیان را میکشت از بهر تعصب. Bu nağılın adıdır. O Cüvüd şahın nağılı ki təəssüb əsasında Nəsraniləri öldürürdü. Nəsranilər o həman bilirsiniz də Nasirə şəhri ki İsa Məsihin şəhridir. Onlara Nəsrani deyidilər də. Məsihiyyətin demək olar elə bir dənə ağır və böyük şaxələrindən və budaqlarındandır. Filistindədir. Həman İsa Məsih anadan olan yer, Məryəm qalan yer həman oradır. O yerdədir ki, nə mənadır? Nasirə şəhridir. Nasirə özü elə bir dənə şəhridir bəli. بود شاهی در جهودان ظلم ساز دشمن عیسی و نصرانی گداز. Bir şah var idi Cüvüdlərdən zulmsaz, yəni zülmkar bir şah idi. Düşmən İsa və Nəsrani Qudaz. İsa'nın düşmənlərindən Nəsraniləri yandıranlardan. Belə bir şah var idi. Mən bu Məsnəvinin türkü tərcümələrini də sizə oxuyacağam. Çünki mən tərcümələrin içində Ustad Barışmazın tərcüməsini bəyənirəm və tövfiq tapmışam o zaman ki, məndən aidötür mərağədə olan zaman mən onun məhzərinə yetişmişəm və görmüşəm, Allah ona tulu ömrü versin. Ona görə onun tərcüməsindən də burada sizlərə oxuyacağım. بود شاهی در جهودان ظلم ساز دشمن عیسی و نصرانی گداز. İsa ilə qanlı bıçaq tərsaqiran, tərsa həman Məsihi, Məsihi tərsaqiran var idi bir şəh Məsihi yandıran. Məsihi yandıran. Bir şəh var idi ki, Məsihiləri neynidi? Yandırırdı. Əhd İsa budu, növbət an o, can Musa o və Musa can o. Amma dövrə çönmüşdür. Dövrə o zamanıdır ki, İsa gəlmişdi. İsa'nın çoxlu özlərinə peyrovları var idi, istəyənləri var idi. Əhd İsa budu, növbət an o. Yəni onun dövrəsi idi. Can Musa o və Musa can o. Yəni o şahı deyir. O şahda, şahın canı bağlı idi Musa'ya, Musa'nın canı bağlı idi ona. Yəni onun o sevgisini Musa'ya istəyir Mövlana görsətsin ki, o nə cür bir şah idi ki,
deyildi. Yol tapır el indilik İsa ile, oldu o can bir qalib Musa ile. O Musa ilə bir qalibə girmişdilər. Elə bir iki ruh bir dənə bədəndə idilər. Bunu belə neyniyir? Rəsm eləyir də, görsədir. Mütəvəccüh olsunuz da, mən nə deyirəm də, alırsınız da bunlar, yaxşı. شاه احول کرد در راه خدا آن دو دمساز خدایی را جدا. احول های حتی ilə yazılır, hay həsənlə. Ərəbi kəlmədir. Yəni çer adam, gözləri bir şeyi iki dənə görən, luç adam. Yaxşı. Mevlana burada bu təbiri çox gözəl işlədir bu şah. Deyib bu şah iki görənidir. Bir cür o gözünün xoşluğu var. Məsələn, bir dənə bu livanı iki dənə görür. İndi ona bir dənə nağıl çəkəcək Mevlana onun içində və deyəcəkdir. Bir dənə şahidlə ustadın nağılını deyəcəkdir orada. Ona görə Mevlana istəyir deyə ki, din birdir, qovhər birdir. Müntəha bu şah neynədi? Bunları ayırdı, iki gördü. İki görən kimin? Mən bunun adını qoydum Əhvəl. Əhvəl, biz onu ərəbidə sifət-i müşəbbəhə deyirik də. Yəni onlar ki, əfəl vəznində gəlirlər, eybə, zinətə, nəqsə işarə eləyirlər. Onlar olurlar bir dənə sifət. Məsələn, əvər, yəni bir gözlü. Əşa, məsələn, gecə kör olan insana deyərlər. Əma, yəni əslən kör, görməyən. Əxfəş, zəif gözə deyər. Əchər, o ki gecə görər, günüz görməz. Əzrəq, göy gözə deyər. Yəni bunlar o ərəbidə ki, bunlar işlədiblər ənva və əqsam gözün sifətlərindən. Burada da nə mənədir? Əhvəldir. Əhvəl yəni iki görən. Əhvər də varımızda, əhvər ərəbdə. Əhvər yəni qərəgöz. Bu nə mənədir? O sifətlərdəndir. Hər halda şah Əhvəl کرد در راه خدا o çer görən, iki görən şah Allah yolunda an do dəmsaz xudایی را جدا. Do dəmsaz kimdir? Musa ilə İsa. Bu Musa ilə İsa ki dəmsazdılar və Allahın dəmində və nəfəsində hər ləhzə oturublar, onu alırlar, istədi bunlar neynəsin? Ayırsın. Ustad Barışmaz qəşəh bunu çeviribdir. Cöncəgöz, cöncəgöz. Cöncəgöz şah istədi yaxsın boya, boya rəhdə, yaxsın boya, ol iki Allah qolun etsin cüda. Bu iki dənə Allah qolunu neynədir? İstəsin bir-birindən ayırsın. Bilirsiniz, Quranda da gəlibdir da ki, biz bu peyğəmbərləri bir-birlərinə neynəmişik? Təfzil vermişik. Ruh bir dənə də olsa, amma hər halda beş barmağın beşi də birdəyir. Yəni, eyni necə evdə də görərsən ki, analar elə bir dənə uşağı içəridə hamısından çox istəyərlər, ümumiyyətdə. Göllər olar ki, bir para o sifətləri ki, onda vardı. Ya dədə, fərq eləmir. Biri neynir, özünü istədir da, nə tər olandan sonra istədir. Yəni, onların hamısından üstün əyləşir. Ona görə Quran da deyir ki, لَقَدْ فَزَّلْنَا بَعْزَ النَّبِيِّينَ عَلَى بَعْزٍ. Biz bir sıra peyğəmbərlərə neynəmişik? Təfzil vermişik. Yəni, üstün vermişik. Onlara nisbət dəyər vermişik. Gəlirik nağılın dalısına. Goft ustad Əhvəli ra kəndərə. Bu Əhvəli Mevlana istəyir ki, açıqlasın da ki, Əhvəl neyniyə bilər, nə iş görə bilər. Bir dənə usta var idi, bir dənə şahidi var idi. Bu şahidin gözü iki görərmiş, Əhvəl imiş. Şahid o mağazada buna deyir ki,
get filan taxçada o şişəni götür gətir. Buna deyir. گفت استاد احولی را کنده را زو برون آر از وثاقان شیشه را. وثاق یعنی اتاق. حالا اتاق جز'a da dilalət eləsə, məsələn rəfdən, qəfəsədən filandan tez getçinən oradan o şişəni götür gətir. Göncəgöz şagirddən usta istədi, get otaqdan tez gətir ol şişəni. O şişəni get götür oradan gətir. گفت احول زان دو شیشه من کدام پیش تو آرم بکن şərh tamam. O şahid buna deyir ki, axı orada 2 dənə şişə var. Mən hansını götürüm gətirim sənə? Sən onu denən mənə. Rəfdə vardır 2 şişə yanbayan, istəyirsən hansısın eylə bəyan. Bundan hansını istəyirsən? Sən mənə de, mən onu gətirim. گفت استاد آن دو شیشه نیست رو احولی بگذار و افزون بین مشو. Mən balam, orada 2 dənə şişə yoxdur. Bir dənə şişə vardı. Getçinən. Bu 2 baxımlığı qoy qırağa. Artıqraq görməcinən. Get orada bir şişə var. Onu götür gətir. 2 də olsa olar. Birdir, düşün. Aldız da bırakım. 2 də olsa olar. Birdir, düşün. 2 görməkdən oğul. Uçqun, üşün. Uçqun, ot parçası, tezlik. Üşün, yəni əl götü. Şeydən üşünürəm, yəni çəkinirəm. Çəkincinən əl götü, dərvağı. Tez ondan əl götü. Bunlar birdirlər. 2 şişə burada yoxdur. گفت ای استا مرا طعنه مزن گفت استا زاندو یک را برشکن. Bu şahid ona deyir ki, ustad mənə tənə vurursan ha, elə bir mənim gözümdə sən irat-mirat bilirsən. Orada 2 dənə şişə var. Ustad deyir, əgər 2 dənə şişədir, vur birini sındır, birini götür gətir. Birini gətir. Söylədi az sərki et. Sərki, yəni sərzəniş, türkü kələmədir. Sərki, məlamət, sərkuft vurmaq məsələn. Söylədi az sərki et, ey ustadım. Söylədi sındır birin, et imdadım. Birini sındır, birini götür, gətircinə. شیشه یک بود و به چشمش دو نمود چون شکست و شیشه را دیگر نبود. Şişə bir də nə idi? Sındırdı şişəni, baxdı gördü ki, rəfdə, o qəfəsədə də şişə qalmadı. Yaxşı, ayrı şişə qalmadı. Çün 2 görmüşdü o, bir şişəni sındırıb gördü, qazıbdır rişəni. Sındırıb, o kökü neyniyibdi? Qazıbdır. Şişə aradan gedibdi. چون یکی بشکست هر دو شد ز چشم. شد یعنی getdi, aradan getdi, rəft. چون یکی بشکست هر دو شد ز چشم مرد احول گردد از میلان و خشم. میلان و خشم. Mevlana deyir ki, xub, o birini ki sındırdı, sındıran kimin də onun gözündən şişə getdi, aradan getdi, məhv oldu. Mevlana bir dənə psikologdur, bir dənə dərin rəvanşinasdır. Mevlana istəyir, indi baxa görə ki, adamlar niyə 2 baxım olurlar, çer olurlar, düşüncədə də 2 tərəfə gedirlər. Bu nə amil bahis ola bilər ki, bunların düşüncələri də çaşır. Təhcə görmək deyil, bu görmək bir para dadələri eşdən alır, sənə transport eləyir, sən bunları təhlil eləyirsən, sənə düşüncəyə çönür, o düşüncən də sənin tərsə olur. Mevlana istəyir onu dərman eləsin, kökünə baxsın ki, hardan qaynaqlanır. Mərd əhvəl gərdəd əz meylan و خشم. Meylan ərəbi kələmədir, meylidən gəlir, təmayüldən gəlir. Burada ümumiyyətdə yəni inhirafdan, çaşmadan. İnsan çaşsa,
ümumiyyətlə. Çaşsa, acsa. Sonra gələcək ha, ümumiyyətlə o çaşmağı mənə eləyir, şəhvət mənə eləyəcəkdir Mövlana. Deyəcəkdir o ümumən o müştəhəyat, şəhvət də ümum mənasında, yəni istəklər. Onun bir balaca hissəsi şəhvət-i cinsi olur. Yaxşı? Biyol, pəs deyir ki, mərd əhvəl gərdəd əz məylan و xəşm. Xəşm hislənəndə bu eləyə bilər bir dənə şeyi, iki dənə görsün. Əl-zərbu hiddətun minəl-cünun فَإِنَّ صَاحِبَهَا لَمْ يَنْدَمْ bəli. فَإِنْ لَنْ يَنْدَمْ صَاحِبَهَا فَجُنُونُهَا مُسْتَحْكَمْ. Nəhcü bələğədədir. Hislənmək bir cürə səfehlikdir. Onun sahibi əgər peşman olmasa, onun səfehliği onda sabitdir. Apağın zəncirləyin onu. İnsan hislənəndən sonra deyir, peşman olmasa, Mevla Ali əleyhissalam deyir. Peşman olmasa deyir, bu tamam əyar da bir dənə divanədir, məcnundur. Da onu yapıb zəncirləyəsən. Vəli xub peşman oldu, biləsə qozara bir şeydir də, ondan keçibdir. O cümləsi hardadır? Bəli, deyərəm, bəli, çəşm. خب چون یکی بشکست هر دو شد ز چشم مرد احول گردد از میلان و خشم İkilik məhv oldu ta sındı biri hubb و buğz eylər səni hubb و buğz eylər səni gözdən çeri hubb و buğz sənin gözləri çerilər. Bu da ustadın tərcüməsidir ki onda neyniyibdir? Gətiribdir. Mevlana artırır. Xəşm و şəhvət مرد را احول کند ز استقامت روح را مبدل کند. Şəhvətlə hislənmək bir dənə insanı mərd ki deyir, mərd bir mənayı kişi deyir ümumiyyətdə bizim mutunda. Mərd yəni növ insan der vaqa. Yaxşı? Bir insanı hislənməklə şəhvət dobin və çer eləyə bilər. Həm baxışıqda, həm görüşdə, həm düşüncədə. Bu iki dənə. Yəni onun kökünə getdi də. Dedi, hardan bu çıxa bilər? Zestiqamət mərd ra ya ruh ra mubdəl konad. Da o insan dayana bilənməz. Tez sına bilər. Bu insan müqavim insan ola bilməz. Bu insan bir cəryanı özü ilə dəstəkləyib apara bilənməz qabağa. Bunu elə itələsən bu yıxılacaqdır. Niyə? Çünki burada xəşminən şəhvətə bu adam dayanıbdır. Bu elə burada əhvəl olubdur. Bu seçimdə qalıbdır. Bu nə cür seçəcəkdir ki, gəlsin. Ona görə Mevlana deyir ki, mubdəl olubdur. Bu dəyişilibdir. Mubdəl bədəldən gəldi. Bu dəyişilibdir. Xəşmeylən şəhvət səni eylər çeri qarğınar ruhun görərsən təskiri. Qarğınar yəni qarqış olar. Yəni mورد qarqış, mورد nefrət der vaxt qarğınar. Sən xəşm ilə şəhvətə sarı getsən, sənin ruhun qarğınar. Yəni o ruh nifrətli ruh olar, qarqışlı ruh olar, təmiz ruh olmayacaq. Görərsən təskiri. Təskiriyə mən baxırdım gecədə. Təs peynə deyər. Ateşşən peynə deyər. O geri kələməsi də o qabımışı məsələn onu ona doldurarmışlar ya onun üstünə çəkərmişlər filan eləyərmişlər. Nəzərə belə gəlir ki, görərsən təskiri, yəni də salim şey görməzsən. Elə nə mənə görərsən, sən peynlə fuzulət görərsən burada. Saf bir şeylər burada da sən görməyəcəksən. Axırın beyti oxuyaq. Çون غرض آمد هنر پوشیده شد صد حجاب از دل به سوی دیده شد. Mevlana'nın sözü budur. Mevlana deyir ki, hünər, önər, yəni hünər bilirsiniz də özü türkü kələmədir. Önər o zaman önər ola bilər, hünər ola bilər ki, burada qərəz meydana gəlməyir. Amma sən qərəz-mərəzi gətirib soxuşdurasan bu hünərin içinə, burada nə mənədir? Sən hicablardır ki, onu artırıbsan. Da bunda bu hünərdə sən hünər
görə bilməzsən. Çون qərəz آمد هنر پوشیده شد. صد حجاب از دل به سوی دیده شد. Ürəkdən hicablardır ki, düzələcək, gəlib sən gözü qabağını örtəcəkdir, sən görənməyəcəksən. Ona görə o hünərlər hünərdilər ki, qərəzsiz, mərəzsiz olsunlar. Hünərə qazdı qərəz dipsiz quyu. Hünərə qazdı qərəz dipsiz quyu. Bir quyu qazdı ki, onun dibi yoxdur. Yaxşı. Gözbulanlıq qəlbidən içdi suyu. Gözbulanlıq qəlbidən içdi suyu. Xub, mənim bəhslərim bu cələsiyə Məsnəvidən yavaş-yavaş qurtarır. İcazə versəz, sözümüzün sonunu bir dənə qəzəllə qurtarım. Əgər vaxt da olsa, Şəms-i Divanından da bir dənə qəzəl gənə də oxuyacam. Əlbəttə bu qəzəli ki oxuram, Əliyağa Vahid'dəndir. Deyir ki, kimdə vardır gözəlim, səndə olan cazibələr, sənə dünyada məyər aşiq olan da qəm elər. Bəsdir öldürməyəcəksən gözəlim dünyanı, hər üzü göyçək olan da bu qədər çəmm و xəm elər. İncimə göz yaşım axsa səni gördükdə gülüm, gül açıldıqca bahar fəsli bulud şəbnəm elər. Naz و qəmzən yerişin, şux baxışın aləmdir. Bir də zülfün üzə töhsün, o da bir aləm elər. Heyfsən, gəzmə, yaraşmaz sənə biganə ilə. O açıb sırrını dünyaya səni məhrəm elər. Vahidəm, ömrümü mən eşq ilə sərf eyləmişəm. Eşq ya öldürər axır məni, ya adəm elər. Sağ olasın.